Salam, hər birinizi xoş gördük. Həftəmizin ilk radio buraxılışı efirdədir. Sizinlə mən 8B sinif şagirdi Mahmudova Nuray. Mövzumuz Azərbaycan xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına əsir olunur. İlyas Məhəmmədoğlu Əfəndiyev 1914-cü il mayın 26-sında Füzuli şəhərində dünyaya göz açmışdır. Nasir, dramaturq, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, şöhrət ordenini xalq yazıçısı İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oynamasında anası Bilge Özxanımın əvəzsiz xidmətləri olmuşdur. 1921-ci ildə 1-ci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü 2 dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1933-cü ildə Lenin adlı Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat Fakültəsinin əyani şöbəsinə daxil olmuş. 1938-ci ildə bu ali təhsil ocağının Coğrafiya Fakültəsinin əyani şöbəsinə daxil olmuş. 1938-ci ildə bu ali təhsil ocağının Coğrafiya Fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda Yeni Yol, Kommunist və Ədəbiyyat qəzeti redaksiyalarında işləmişdir. Onun ilk mətbu əsəri olan Buruqlar arasında o çerki 1938-ci ilin noyabrında, eləcə də Berlində Bir Gecə adlı ilk hekayəsi Ədəbiyyat qəzetinin 1939-cu ildə 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur. İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş Kənddən Məktublar kitabı müəllifinə ədəbiyyat dünyasına çıxmaq səlahiyyəti vermişdir. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı Aydınlıq Gecələr isə müəllifin ədəbi estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir. 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan İntizar pyesini yazmış və bununla da yazıçının Azərbaycan Milli Teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığı əsası qoyulmuşdur. 20-ci əsrin Azərbaycan ədəbiyyatının əvəz olunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə Söyüdlü Arx, Körpü Salanlar, Dağlar Arasında, Üç Dost, Üç Atılan və digər roman povestləri dramaturgiyasına İşıqlı Yollar, Bahar Suları, Mənim Günahım, Qəribə Oğlan və başqaları daxildir. Ədəbin qəhrəmanları, ülvi məqsədləri, mübarizliyi, xarakteri bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlarda həkk olunmuşdur. Azərbaycan teatr poetikası bədii estetik dəyərini geniş mənada İlyas Əfəndiyev teatrında tapmışdır. Ədib özünün mahnı dağlarda qaldı, Xurşudmanı Natəvan, Şeyx Məhəmməd Xiyabani, Hökümdar və Qızı və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, İstiqlal məfkurəsinin, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilmişdir. Əsərlərinin əksəriyyəti Sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanında dəfn olunmuşdur. Hörmətli radio dinləyicilərimiz, bizə ayrılan efrin sonuna gəldik. Gələn efirlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.